Salam aleyküm, hər vaxtınız xeyir olsun. Bir mövzuya toxunacağım. Bu Suriyədə məktəblər tikiləcək, 600 milyon dollar pul ayrılıb. Biz yaxşılıq eləyən dövlət kimi, yəni humanist dövlət kimi onlara 600 milyon dollarlıq məktəb tikilir. Özümüzdə məktəblər yaman gündədir. Niyə gedib tikmirsiniz? Bu yaxında Səlyanda Noxudlu məktəbində uçulub Noxudlu məktəbi. Yaxşı ki, ölüm itim olmayıb. Cəmaatın balaları gündə bir yerdə məktəbə gedir, təhsil bərbad vəziyyətdə, yaman gündə. Məktəblərin, belə uçulan məktəblərdən 1000 dənə var bəlkə. Niyə görə belə cəmaatın haqqına girirsiniz, aparırsınız başqa dövlətlərdə məktəb tikirsiniz, nəmnağarsınız, neyinirsiniz? Başa düşmədim. Niyə öz millətinin problemlərini görmürsən? Hansından danışaq, qardaş? İşə düzəlmək rüşvət, həkim rüşvət, hər şey rüşvət. Ayağı evdən qırağa qoydun, rüşvətlə başlayır. Niyə? Niçin də? Niyə bu xalqı bu günə qoyursunuz? Cəmaat evinə ət ala bilmir. Sən gedib 600 milyon dollar vəsait ayırırsan ki, başqa dövlətdə məktəb tikilsin Suriyada. Sən nətər görmürsən bu milləti? Nətər görmürsən? Adam yerinə qoymursan sən xalqı. Sən kimsən vəbşi? Kimsən? Nəçisən sən? Bu nə hakimiyyətdir? Bu nə ədalətsizlikdir? Bu nə diviziyada eləyirsiniz siz? Bu nə yaşayışda yaşayırsınız? Millət vəkillərin yuxulayır, yatır orada, 8000 maaş verirsən. Nazirlərin ancaq xalqın pulunu sovurur. Deputatların xalqın pulunu sovurur. Hamınız xalqın uşaqların sosial hüquqlarından məhrum eləmişsiniz, sovurursunuz. Utanmırsınız siz. Ayıbdır. Həm günahdır, həm ayıbdır. Abi siz niyə belə vicdansız hakimiyyət irəli sürürsünüz? Niyə belə edirsiniz ki? Niyə bu cəmaatın haqqını yiyirsiniz ki? Xocalıya gedib, Xocalı 26 fevralda şəhidləri ziyarət eləməyə gedirsiniz. Amma sən şəhidləri qətlə yetirən o amansızcasına anamızı, bacımızı, namusumuza toxunan o şərəfsizləri, başda duran qatilləri tutmuşdun, həbs eləmişdin. Deyirdin, nə həbs olunub, nə ağır cinayət, nə bilim, belə gəldi, belə getdi. Niyə verdin onları təzədən Ermənistana? Niyə göndərdin onları öz balalarının içərisinə? Getsin orada rahat həyat yaşasın. Niyə satqınlıq elədin? Niyə hörmətsizlik elədin şəhidlərə? Hə? Dalıcanda neft verirsən, qaz verirsən, dizel verirsən, özdə neçə 100 min tonlarla. Niyə qardaş? Niyə verirsən bunu? Niyə eləyirsən bunu? Sən öz millətin maşınına benzin alıb, dizel alıb tökə bilmir. Qaldırıb qoymusan kəllə çarxa. Bəs ayıbdır, utanmırsınız. Siz niyə bu milləti bu aciz gününə salırsınız? Niyə alçaltmaq istəyirsiniz cəmaatı? Niyə süründürürsünüz milləti? Niyə zülm eləyirsiniz millətə? Niyə? Səbəb nədir? Heç kim də çıxıb qırağa sözünü deyə bilmir. İnanın ki, hər kəs içində, evin içində danışır, yana-yana, partaya-partaya sözünü deyə bilmir. Niyə? Çünki direkt tutub həbs eləyəcəksiniz. İnsanlara azad həyatından məhrum eləmişsiniz. İnsanlara azad sözündən məhrum eləmişsiniz. İnsanların haqqın, ədalətin hər şeyin əlindən almışsınız. Məhv eləmişsiniz. Niyə belə gedirsiniz? Niyə belə edirsiniz? Niyə bu gəncləri, uşaqların gələcəyini pozursunuz? Cəmaat hamısı TikTokda bir-birinə yardım eləyə-eləyə sağ olsunlar, gözəl ideyadır, sağ olsunlar, çox sağ olsunlar. Var, tanıdıqlarımız da var, sağ olsunlar. Yaxşı əməldir. Amma niyə bu millət bir-birindən TikTokda 10 minlərlə insan gecə saat 2-yə 3-ə qədər çıxıb orada şey istəyir, yardım istəyir, kömək istəyir. Millət bir-birindən yardım istəməlidir. Harda var, hansı dünyada var? Mən Hollandada yaşayıram. Burada belə bir şey yoxdur. TikTokda canlı yayım açım, insanlar gəlsin, problemin bölüşsün, bir-birinə 5 mat, 3 mat, 10 mat, 100 mat atsın. O nə yaşayışdır bu? Nə sistemdir bu qurmusunuz? Görmürsünüz siz bunu, körsünüz. Niyə cəmaat bir-birindən dolanmalıdır ki? Niyə cəmaatın haqqını yiyirsiniz ki, millət bu günə düşür? Sağ olsunlar, bunu eləyirlər. Tamam, o şeye heç kim söz deyə bilməz, konkret olarlar. Sağ olsunlar, var olsunlar. Amma niyə görə bu millət çıxıb TikTokda cavan gəlinlər utana-utana, elə adam var utanır, elə adam var sıxılır. Niyə pul yığılıb gedib müalicə olunmalıdır? Niyə? Hanı bu dövlətin bu insanlara ayırdığı müavinatlar? Hanı bu işsizlik pulları? Hanı bu insanın haqqı? Hanı bu insanların işi? Niyə əllərindən alırsınız bunları? Niyə? Susurlar deyə, danışa bilmirlər deyə, danışanı tutub qorxuzursunuz deyə, qorxu içində saxlayırsınız deyə bu xalqı, arxayınsınız bu şeyə, talıyırsınız xalqın haqqını. Niyə? Mən yaşadığım ölkədə sənin ölkün 3 dəfə böyüdü. Sənin bütçündə ki, bütçün yox, sənin bir nazirin, bir icra başçısının xalqın pulundan yediyi rüşvətlə bu ölkələrin bütçəsindən böyüdü. Niyə burada həyat yüksək səviyyədədir, orada yox? Niyə burada hər kəs öz istədiyini eləyə bilir, rahat həyatını yaşaya bilir, ailəsinə baxa bilir, heç bir sosial problem yaşamır, heç kim işsiz, gücsüz,
pulsuz, parasız, hamının mənəvi maddi həyat durumu yüksək səviyyədə. Niyə bizdə yoxdur? Niyə yoxdur ki? Niyə yoxdur? Niyə talıyorsunuz ki? Sən balaların yaxşı yaşamalıdır. Oturmusan hakimiyyətin başında, milləti nə gözlə görürsünüz ki siz? Niyə alçaldırsınız bu qədər? Niyə? Səbəb nədir? Buna səbəb qoy da ortaya. Kimsiz siz? Kimsiz? Nə istəyirsiniz? Düşmansınız bu xalqa siz. Niyə qoymursunuz cəmaət rahat yaşasın? Ha, bu quldur rejiminizi yığışdırın. Nə bəs? Niyə cəmaəti incidirsiniz? Niyə məhv edirsiniz bu millətin gəncliyin, uşaqlığın? Uşaqlar uşaqlıq yaşayan biri ata evladından utanır. Gec gəlir ki, evə ki, uşaqlar yatsın ki, istədiyin ala bilməmişəm evə. Belə ailələr var. Niyə belə edirsiniz ki? Nə vaxta qədər olacaq bu? Düşünürsünüz ki, yuxu dərmanı vermişik də bunlara, bir yandan da qorxuzmuşuq, qoy yatsınlar, oyanmasınlar. Elə oyanacaqlar ki, günün birində gələcəklər, 24 saatın içərisində məhv eləyəcəklər. Bu xalq qalxacaq ayağa. Çünki siz özünüz məcbur edirsiniz bu xalqı qalxmağa. Sən kimsən ki, sənin balınız? Hardandır sizdə o 500 milyon dollara gedib Türkiyədə ən bahalı 5 ulduzlu otel alırsınız? Hardandır o pul səndə? Necə ola bilər sənin 500 milyon dolların? Necə ola bilər ki? Burada hər kəs atçotun verir xalqa. Dövlət atçotun verir. Burada baş nazir mənlə böyrə velosiped sürür. Amma sən tək çıxa bilmirsən qırağa. 100 dənə cangüdən qoyursan böyrə. Ki, niyə xalqın qarşısına çıxa bilmirsən rahat? Bilirsən ki, haqqın yeyirsən də ona görə. Ayıb olsun. Ayıb olsun, ayıb olsun. Bu xalqı var ha, bu zülmü çəkdirdiyi var ha. 5 qatın yoxu, 1000 qatın yaşayacaqsınız siz. Sizin vicdanınız yoxdur. Vicdanınız yoxdur. Vicdan çox önəmli şeydir insan üçün. O yoxdur. Hər şey əldə eləyə bilərsən, amma vicdan yoxdur. Amma heç nə də həyatda əbədi deyil. Heç kim də əbədi deyil. Heç kim əbədi deyil. Bunların hamısına cavab veriləcək. Heç kim də bağışlanmayacaq. Qaldı o yaltaqlara, 70 kişilərə durub artıq əski söz yazanlara. Çevrilin arxaya, millətin yanında olun. Xalqın yanında olun. Ey xalqın. Xalqın yanında olan kişidir. Hakimiyyətin yanında olan, belə rejim hakimiyyətin, belə diktaturanın yanında olan şərəfsizdir, namussuzdur, əxlaqsızdır. Bunu bilsin. Başa düşdünüz? Vicdanlı insanlara salam olsun.